Nə istəsən olacaq. Axirət inancı olmasa, insanın halı yaxşı ola bilməz. İnsan bezəcək, yorulacaq, narahat olacaq, qəmlənəcək, öz yerini tapa bilməyəcək. Hədislər ona gördür ki, qəmvi dağıtmağın bir yolu var. Axirət haqqında düşün. İnsan fitrətən bilir ki, başqa aləm var. Fitrətən bilir ki, başqa aləm var. Ateizm bu istəyin başından vurur. Ateizm bu nə deməkdir? İnsanın kimliyini inkar eləmək. İnsanın varlığını inkar eləmək. Ölüm sondur. Belə deyir ha, ölüm sondur. Bu söz insanın bütün quruluşuna ziddir. Hər şeyinə ziddir. Ölüm sondur sözü. Bir sürü nə qədər vurnuxurlar, bütün bu məktəblər neyinirlər? İnsanı qopartsınlar əbədi aləmdən. Qoparda bilmirlər. Yer üzündə cənnət yaradırlar, neyinirlər, görür qopmur. İnsanı qəm tərk eləmir. Əgər insan əbədi varlıq olmasaydı, tam şadlıqla yaşayıb ömür sürərdi, heç zərrə qədər qəmlənməzdi. Biraz dərin qata gedin. Biz deyirik ki, təbiidir də mənim əlimdən filan şey alanda mən qəmlərim. Hardan bilir, nə təbiidir? Bu qəm hissi var, abi hiss olaraq necə təbiidir? Təbii deyil o nədənsə xəbər verir. Ola bilərdi ki, məsələn, qoyunun yanında, deyirəm də, bir obru qoyunu kəsirlər, oturur ki, vay qoyun yazıq dostum qoyunu ölür. Vecinə deyir, niyə bu qədər təbiidir, hə? İtkidən narahat olmur da qoyun. Dostunu kəsirlər, bu otlayır özü üçün, adam baxır otlayır, hə? Elədir də. O dəfə dedimdə demir ki, qəssabatsın, deyən mənim 30 illik dostum, 20 illik, 10 illik dostluq biz. Bir yerdə uşaqlıqdan otlamışıq, dağları gəzmişik, ki, günlərimiz olub bu qoyunla. Belə şey demir ki, elədir. Onun üçün o nə qədər təbiidir, amma insan niyə görə narahatdır? Biz deyib, təbiidir, təbii deyil. Görmüsən deyəsən, deməli, belə olmaya da bilər. Belə olmayan varlıqlar var, sən insanda ola bilərdi ki, belə olmayasan və sən niyə qəmlənirsən? Bu onu göstərir ki, sən yoxluqla barışmaq istəmirsən. Deməli, sən həmişə var olmaq üçün yaranmısan ki, bu sənin mayondadır, bu sənin xəmirindədir.